Xoş gördük, əziz səyahət sevənlər. Voga Travel yenidən səyahətdədir. Rusiya paytaxt Moskva, Kotelniki avtostansiyası. Bu vlogda Moskva vilayətinin 2 şəhərini səyahət edəcəyik. 2 saat 30 dəqiqədən sonra gəlib çatırıq Moskva vilayətində yerləşən Zaraysk şəhərinə. Zaraysk şəhəri Moskvadan təxminən 150 kilometr uzaqlıqda yerləşir. Zaraysk Rusiyanın ən qədim şəhərlərindən biridir. Şəhərə gələn turistləri ilk öncə Zaraysk Kremli qarşılayır. Şəhər haqqında ilk qeydlər 1146-cı illərə təsadüf edir. Qədim salnamələrdə Zaraysk şəhərinin ilk adı Asyotr, yəni nərə balığı kimi göstərilmişdir. 1521-ci ildə Ryazan knyazlığı ilə birlikdə şəhər Moskva knyazlığına birləşdirildi. 1528-1531-ci illərdə 3-cü Vasilinin əmri ilə həbsxananın içərisində daş Kreml tikildi. 17-ci əsrdə Zaraysk adı nəhayət şəhərə verildi. 1778-ci ildə 2-ci Yekaterinanın fərmanı ilə Zaraysk Ryazan qubernatorluğunun mahal şəhəri statusunu aldı. 1937-ci ildə Tula və Ryazan bölgəsinin yaranmasından sonra birbaşa Zaraysk Moskva bölgəsinə verildi. Şəhərin adı tarix boyunca dəfələrlə dəyişdirilmişdir. Şəhərə məxsus şirniyyat növü var. Zarayskaya Kavrishka. Keçək indi içəri həmin şirniyyatın dadına baxaq. Zarayskaya Kavrishka bildiyimiz biskvit formasında olur. İçi meyvə və ya giləmeyvə tərkibli olur. Çox maraqlıdır, dadına baxdım. Son 10 il ərzində Zaraysk şəhəri Moskva vilayətinin ən çox turist qəbul edən şəhərlərdən birinə çevrildi. Tarixi abidələr dövlət tərəfindən yenidən təmir edildi. Şəhərdə çoxlu sayda otellər, restoranlar, gəziləcək yerlər tikildi. Zaraysk şəhərinə dövlət tərəfindən ikinci nəfəs verildi. Son illərdə Zaraysk şəhəri artıq turistik bir şəhərə çevrildi. Yerli və xarici turistlər şəhərə üz tutmağa başladı. Bugünkü tarix 22 aprel 2026-cı il. Şəhərdə çoxlu sayda hədiyyəlik mağazalar var. Həftə sonları Zaraysk şəhərində satış yarmarkaları keçirilir. Yerli sakinlər öz məhsullarını satışa çıxarırlar. Şəhərin 21 min nəfər əhalisi var. Yarmarkalardan başqa şəhərin müxtəlif yerlərində balıq məhsulları satılır. Qiymətlər münasibdir. Şəhərdə yerləşən Asyotr çayı, Azərbaycanca desəm, nərə balığı çayı. Şəhərdə süni halda nərə balığı da yetişdirirlər. Bəzi ekskursiyalara qoşularaq həmin nərə balıqlarını canlı-canlı görə bilərsiniz. Asyotr çayının sahili boyunca piyadalar üçün mükəmməl yol salınıb. Sahil boyu gəzərək Zaraysk şəhərinin gözəlliklərini seyr edirik. Asyotr çayının uzunluğu 228 kilometrdir. Çay Moskva, Ryazan və Tula vilayətlərinin ərazisindən axır. Çayda çoxlu növdə balıqlar yaşayır. Sazan balığı, çub balığı, çapaq balığı, lim balığı, peskar balığı, idi balığı, sıf balığı, durna balığı, xanı balığı, adi şamayı, naqqa balığı və başqa növ balıqlar yaşayır. Asyotr çayı sahili boyunca çoxlu sayda heyvan və quş növləri yaşayır. Onlardan canavar, qaban, dovşan, porsuq, tülkü, quşlardansa ördəklər, qazlar, qırqovullar,
və bəzi hallarda sahil boyunca aylara da rast gəlmək mümkündür. Çay kənarında çoxlu balıqçılar da görə bilərsiniz. Bu balıqçı qardaşın tilovuna çub balığı düşür. Bir gün ərzində Zarays şəhərinin həm tarixi, həm də gəzməli yerlərini görə bilərsiniz. Bu mağazada münasib qiymətə ağartı və ət məhsulları əldə etmək mümkündür. Bütün məhsullar yerlidir. Yolüstü avtovağzal ərazisində yerləşən çebureknadan çeburek də alıb dadına baxırıq. Bizim quta formasında olur. Zarays şəhərini gəzib dolaşdıq, indi isə avtovağzaldayıq. Yollanırıq Moskva vilayətində yerləşən Kolomna şəhəri. Kolomna Zarayskdan təxminən 40 kilometr uzaqlıqda yerləşir. Kolomna şəhəri Moskva vilayətinin ən çox turist qəbul elədiyi şəhərlərdən biridir. Kolomna şəhəri haqqında ilk məlumatlar 1177-ci illərə təsadüf edir. Mərkəzi Rusiyanın ən qədim şəhərlərindən biridir. Kolomna daş Kremli. İnşası 1525-ci ildə 3-cü Vasilinin fərmanı ilə başladı. İnşaat 1531-ci ildə başa çatdı. Tarixi küçələri gəzə-gəzə sanki keçmişə səyahət edirik. Şəhərdə çoxlu sayda həm tarixi, həm də gastronomik muzeylər fəaliyyət göstərir. Onlardan biri də Muzey Kalachnayadır. Məşhur Kolomna kalaçı buğdadan hazırlanmış çörək növüdür. Kolomna kalaçı qıfla bənzər formada hazırlanır. Şəhərin əsas simvollarından biri olan Kolomna pastilasıdır. Pastila meyvə və ya giləmeyvə püresindən hazırlanmış qənnadı məlumatıdır. Pastilaya Azərbaycanda bəzən lavaş da deyilir. Kolomna şəhərinin 132 min nəfər əhalisi var. Kolomna şəhəri Moskvadan 115 kilometr uzaqlıqda yerləşir. Kolomna ərazisindən 3 çay axır. Kolomenka çayı, Moskva çayı və Oka çayı. Moskva və Oka çayları Kolomna ərazisində birləşir. Bir gün ərzində Moskva vilayətinin 2 tarixi şəhərini səyahət etdim. Sona qədər izlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Hörmətlə Vuga Travel. Vaxtınız və zamanınız olduqca səyahət edin. Adama gəzmək qalar.